əzizlərim, belə bir açılım eləyək. Yanvarın sonuna qədər bu bizləri nələr gözləyir? Burada göstərilir ki, ruzi, gündəlik qazanc var. Yaxın zamanda maddi baxımdan sıxıntı yox, əksinə təminat, rahatlanma görünür. Bu kart göstərir ki, sadiq dostların var, dost dəstəyi, güvənəcəyin biri yanındadır. Sən tək deyilsən. Xırda söz-söhbət ola bilər, bu söz-söhbət narazıçılıq ola bilər və bu söz-söhbət sənin səhhətinə pis təsir eləyə bilər, sizi depressiyaya sala bilər. Amma gözlədiyim bir məsələ tez bir zamanda həllini tapacaq. Sürətli xəbər, hərəkət, irəliləyiş var. Gözlədiyim bir məsələ ilə bağlı ola bilər ki, harasa qısa müddətli gedəsən və yaxud da çox qısa zamanda sizə xəbər gəlsin. Eşitdiyin sözlər önəmlidir. Bir xəbər, məsləhət ola bilsin ki, sizə istiqamət yön verəcək. Yaxşı xəbərlərdir bu. Ehtiyatlı olmalısınız. Çətin dövrdən keçirsiniz, çətin zamanlamadan keçirsiniz. Bəlkə də qəti qərarlar verəcəyiniz bir dövrdür. Təcrübəli birinin məsləhəti işinizə yaraya bilər. Amma ehtiyatlı olmağınız məsləhətdir. Səbir. Bu yol, bu problemlərin həlli biraz uzun ola bilər, amma yükün boşa getmir. Səbrin qarşılığı var. Nəticə geciksə də möhkəm olacaq. Ümumilikdə götürsək ruzi var, dəstək var, hərəkət başlayır. Xırda şeylərə görə, eşitdiklərinə görə üzülmə, depressiyaya düşmə, səbirli ol, yolun açıqdır. Dəyişikliklər gözləyir.